Sarayın səssiz sirləri qədim Azərbaycanın geniş, ucsuz-bucaqsız düzənliklərində, dağların sərt, lakin mərhəmətli qoynunda, axan çayların sədası ilə nəbz tutan min illik ənənələrin və ataların hikmətinin izlərini daşıyan Kiçik Həzri kəndində, həyat böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarını və köhnə, lakin zərif sarayın divarlarını oyadır, torpağın özünə məxsus zəngin ətirini insanlara təqdim edirdi. Bu saray, illərin keçdiyi, tarixin qoxusunu daşıyan, ataların əcdadlarından miras qalan və kəndin hər küncündə yaşayan ədalət, sevgi və mərhəmət dəyərlərinin simvolu idi. Sarayın əsrarəngiz sirləri və onun ətrafındakı gözəlliklər, kənd sakinləri üçün yalnız fiziki bir məkan deyildi, bu, həm də insan ruhunun, qəlbin dərinliyində yanan, bəzən itirilmiş, bəzən isə tapılan həqiqətin və ümidin təcəssümü idi. Kiçik Həzri kəndinin sakinləri üçün ən böyük xəzinə maddi sərvətlərdə yox, atalarının bizə buraxdığı müqayisə olunmaz dəyərlərdə gizlənirdi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Nəsildən nəsilə ötürülən bu əbədi dəyərlər, hər kəsin qəlbində dərin izlər buraxır, həyatın çətin anlarını sevgi və inamla qarşılamağa səbəb olurdu. Kəndin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Murad, uşaqlıqdan bəri kəndin dar daş yollarında, sarayın əsrarəngiz divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı, atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq, qəlbimizdə yanan o həqiqət səsi, bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inam toxuması kimi dərin izlər buraxmış, ona həyatın ən böyük həqiqətini, insanın öz içində yanan əsl doğru səsi tapmaqda yardımcı olmuşdu. Sarayın böyük qapıları, əsrlər boyu atalarının zəhmətini, qəhrəmanlıq hekayələrini və sevgi dolu anlarını özündə cəmləşdirmişdi. Saray, kəndin tarixində yüksək mövqeyə malik olan bir ailənin evi idi. Bu ailə öz var dövlətini və ədalət prinsipini qoruyaraq, kəndin hər küncündə yaşayan insanlara həm maddi, həm də mənəvi dəstək verirdi. Lakin son zamanlarda müasir həyatın gətirdiyi dəyişikliklər, sarayın və kəndin ənənəvi həyat tərzini sınağa çəkirdi. Gənc Murad bu dəyişikliklərə qarşı atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri qoruyub saxlamaq və gələcəyin ümid dolu səhifələrini yenidən yazmaq üçün öz həyatını yenidən qura bilməli idi. Muradın qəlbində sarayın divarları arasında keçmişin ağırlığını və müasir dünyanın çağırışlarını bir araya gətirən dərin suallar yaranmışdı. O, hər gün sarayın böyük otaqlarında, qədim dövrlərin sənədləri və rəsm əsərləri arasında gəzərək, atalarının yazdıqlarını, eşitdiklərini və yaşadıqlarını düşündü. "Həqiqət nədir?" deyə öz-özünə soruşurdu Murad. Bizim qəlbimizdə yanan o sarsılmaz doğru səsi, həyatın hər anında, hər kədərin ardında gizlənən yeni ümidlər və doğru başlanğıclar doğurur. Bu, əslində, bizim varlığımızın və sarayın ən böyük xəzinəsidir. Bir gün Murad təsərrüfat işləri ilə məşğul olmaq üçün erkən səhər sarayın böyük qapılarından çıxıb, atı Əqürür Əvun üzərində yola düşdü. O, günəşin ilk şüaları ilə sarayın möhtəşəm həyətindəki çiçəklərin, dənizdən gələn yüngül küləyin və meşələrin səs-küyünün arasında uzaq düzənliklərə doğru uzun bir yolçuluğa başladı. Hər addımında atının ritmi ilə o, həyatın incə sirlərini, sarayın daş divarlarında əks olunan keçmişin hekayələrini və kəndin dərin ənənələrini diqqətlə dinləyirdi. Murad, Qürur Əvun üzərində keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və sarayın sirlərini xatırladırdı. O, hər bir nəfəsində həyatın sarsılmaz ümidini və itirilmiş nəzarətin bərpasını tapmağa çalışırdı. Yolçuluğu zamanı Murad müxtəlif kəndlərdən, sarayların yaxınlığından keçdi. Bir kənddə gənc qadınlar evlərinin önündə toplanıb atalarının nağıllarını və dərin dəyərlərini danışırdılar, başqa bir kənddə isə qoca kişilər, günəşin batdığı zaman bir araya gələrək, keçmişin acı və şirin xatirələrini paylaşırdılar. Hər bir görüş Muradın qəlbində insan ruhunun zənginliyini, hər kədərin içində doğan yeni ümid və doğru səsi bir daha xatırladırdı. Bir az sonra Murad geniş və sakit bir göl kənarına çatdı. Göl, sanki zamanın dayanmış olduğu, hər şeyin öz təbii dövranında davam etdiyi bir sir kimi idi. Murad gölün kənarında dayanıb, suların sakit axışının, dalğaların incə ritmini diqqətlə dinlədi. O, bu suda keçmişin itirilmiş xatirələrini, qəlbində yığılan kədərin incə izlərini eşitdi.
O an Murad öz içində sarsılmaz bir qərara gəldi. Həyatın hər anı, nəzarətin itirildiyi, qəlbdə yaralar buraxan anlar, eyni zamanda yeni ümidlərin, doğru səsin və həqiqətin doğduğu anlardır. Mən itirilmiş nəzarətimi və qəlbimdə yanan o doğru səsi yenidən tapmalıyam. Bu dərin düşüncələr və hisslər Muradı yalnız öz həyatında deyil, həm də kəndin ruhunda böyük dəyişikliklərə ilham verdi. O, qayıtdıqdan sonra kənddə həqiqətin axtarışı adlı bir layihə başlatdı. Layihənin məqsədi hər kəsin öz hissəsini, yəni qəlbin əsl səsini dinləməsi və atalarının eşq dolu nağıllarını yenidən canlandıraraq həyatın hər çətin anında belə itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapması idi. İlk iclas zamanı Murad səmimi və dərin səs tonunda kənd sakinlərinə müraciət etdi. Əziz dostlarım, həyatımızın hər anı, nəzarətin itirildiyi, kədərin dərinləşdiyi anlar bizə yeni ümidlər və təzə başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarını və dəyərlərini unutmadan qəlbimizdə yanan o doğru səsi tapmalı və onu yaşatmalıyıq. Həqiqət bizim qəlbimizdə yanan o səsdir. O, bizə hər çətinliyi sevgi və mərhəmətlə aşmaq üçün yol göstərir. Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və həqiqətin axtarışı layihəsi kəndin mədəni həyatında böyük bir dönüş nöqtəsi oldu. Kəndin gəncləri Muradın rəhbərliyi ilə öz həyatlarında itirilmiş nəzarəti və sarsılmış ümidləri tapmağa başladılar. Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri öz həyatlarına tətbiq edərək kənd təsərrüfatında, məktəblərdə və bazarlarda yeni metodlar və ideyalar ortaya qoydular. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Məktəbdə müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməliyik, hər kədərin, hər acının içində gizlənən ümid və doğru səs bizim gələcəyimizə yol açır, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. Kəndin iqtisadiyyatında isə yeni istehsal metodları və modern texnologiyaların tətbiqi məhsuldarlığı artırdı və kəndin həyat şəraitini yaxşılaşdırdı. Lakin ən əsası, hər kəs bu inkişafın yanında atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq həyatın hər çətinliyini sevgi və inamla aşmağa başladı. İnsanlar itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapdılar və qəlbdə yanan o doğru səs onların həyatında yeni başlanğıcların və müqayisə olunmaz ümidin təcəssümü oldu. Murad, Qürur adlı atı ilə keçdiyi uzun yolculuqda hər addımında, hər nəfəsində öz qəlbində yanan o sarsılmaz ümid və sevgi işığını hiss edirdi. Qürur onun ritmik addımları ilə keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Bu mənzərələr ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının öz içində yeni ümidlər və dərslər doğurduğunu bir daha sübut edirdi. Zaman keçdikcə həqiqətin axtarışı, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin hər küncündə, hər evində və hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə kənd sakinləri atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini bir araya gətirərək öz hissəsini dinləməyi öyrəndilər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını, o doğru səsi eşidərək öz nağıllarını sevgi və inamla yazmağa davam etdi. Bir neçə il sonra Kiçik Güldən kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi. O, eyni zamanda atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun sarsılmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o doğru səsi, o müqayisə olunmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər məktəbdə uşaqlara həyatın hər anını diqqətlə dinləməli, qəlbimizin səsini eşitməliyik, çünki o səs bizə gələcəyin parlaq səhifələrini açır, deyərək gələcək nəsillərə ümid bəxş edirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Kiçik Güldən kəndinin hər bir sakini həqiqətin axtarışı, qəlbin əsl səsi adlı layihənin və hakimin səsi. Qürurun və sevginin nağılı dastanının gətirdiyi dərin dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi.
Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik güldən kəndi, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, qəlbdə yanan və diqqətlə dinlənən doğru səsi ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsas səsi adlı bu dastan kiçik güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, kiçik güldən kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsas səsi adlı bu dastan kiçik güldən kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi.